Elimizə bahar gəlir. Novruza, bahara artıq saatlar qalıb. Şəhərdə bahar əhval-ruhiyyəsi o qədər də hiss olunmasa da, rayonlarda, kənd yerlərində torpaqdan parlaqlayan yamyaşıl otun, bənövşənin, qardələn çiçəklərinin qoxusu artıq hiss olunmaqdadır. Bu qoxuya bir də evlərdə bişən qovurğanın, bayram şirniyyatının, şəkərbura, paxlavanın qoxusu qatılıb. Bugün isə xalqımızın ən önəm verdiyi bir gün, İlaxır çərşənbədir. Bəzi bölgələrdə İlaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. Bu çərşənbəyə xalq arasında İlaxır çərşənbə ilə yanaşı yer çərşənbəsi və ya torpaq çərşənbəsi də deyirlər. Əvvəlki çərşənbədə olduğu kimi İlaxır çərşənbədə də tonqallar qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə, niyyət və fallarla fərqlənir. İlaxır çərşənbə il arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə bugün ürəkdə tutulan diləklər hasil olur. Bugün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Çünki kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Xalqın inanclarına görə tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb çağırmaq, əhvalın yüksək olması yeni işıqlı günün çağırışıdır. Yəni insan bu mərasimlərlə dolayısıyla təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Hər kəs bugün başdan ayağa təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalğıdır. Köhnə ilin ağır acısından qurtulmaqdan ötürü isə mütləq təzələnmək lazımdır. İlaxır çərşənbəniz, niyyət gününüz, dilək gününüz mübarək.